Salam dostlar, mən keçən dəfədən demişdim ki, sizə etdiyim dırnaqları göstərəcəm hamısını. Düzdür, çox istəyirdim ki, prosesin özünü göstərim, amma vaxtım olmadı. Belə qəfil olaraq belə dırnaq düzəltdim deyə, demək olar əksəriyyətində mən belə hazır sizə göstərə bilmədim. Bu mənim bacım üçün etdiyim ilk dırnaqdır. Bacımın ilk dırnağını bunu etmişdim. Səhvləri görürsünüz. Mən dırnağın kənarında biraz axıntılar var. Yəni azacıq səhvlər var bəzilərində. Amma yəni ilk işdir deyə məncə elə də pis alınmayıb. Amma yəni özüm də səhvlərimi görürəm də. Dırnaq kənarında biraz daşmalar var. Biraz elə belə dırnaq ətinin tam təmizləməmişəm. Sanki belə biraz çopur-çopurluq var. Yəni belə mənfilər var. Sonra bu mənim öz əlimdir, bu etdiyim. İndi görəcəksiniz. Bu mənim öz əlimdir. Öz dırnaqlarımdır. Bunu artıq ikinci dəfə etmişdim. İlk öz əlimə etdiyim budur. Burada da yəni səhvlər var. Təbii ki, bəzilərində o üst nöqtə var, oranı tam doğru elə bir götürməmişəm, tam doğru doldurmamışam. Pilkalamada bir o qədər problem yaşamıram əslində, amma ən çətin problemim dırnaq ətini götürməkdədir. Bu da həmin dırnağımdır. Mən belə dikdörtgən dırnaqları çox sevirəm. Və sərt dikdörtgəni çox sevirəm. Ona görə də öz dırnağımı da elə edirəm. Bunu da belə etmişdim bu formada. Özüm bəyənmişdim, amma yenə də deyirəm, mənfilər göz qabağındadır. Formada biraz mənfilər var. Məsəl üçün, burada lap kiçik barmağımda biraz gel çox qalıb üstündə. Sonra baş barmağımın kənarını tam pilkalamamışam. Orada tam forma verə bilməmişəm yəqin ki. Sonra bu da mənim öz dırnağımdır. Bu artıq növbəti mərhələlərdə etdiyim dırnaqdır. Buradan baxanda pis görsənmir. Yenə deyirəm, usta baxsa, bəlkə də burada bir müəyyən qədər səhvlər tapacaq. Çox bəlkə də səhvlər tapacaq, amma yəni belə pis görünmür. Səliqəli görsənir əslində. Bu biraz oval formalıdır. Oval deyəndə ki, yəni içdən dairə formalıdır. Oval demək dairə. Bu da elə həmin dırnaqdır. Bu həmin dırnaqdır. Əslində bu dırnağı çəkəndə birinci o üstündə ulduz işarəsi olmadan çəkmişdim. Sonra səhərsi gün gəldim, dedim öz dırnağımın üstündə biraz da işləyim. Başladım özüm üçün öyrənməyə, ulduz falan filan. Mənim əlimdə biraz əsmə də var. Çalışıram ki, o əsməni də aradan qaldırım. Belə siz də baxın. Qiymətləndirin, nəzərə alın ki, ilk əl işlərimdir. Nəzərə alın ki, heç vaxt dırnaqda olmamışam. Heç bir dırnaq proseduru görməmişəm. Özüm öz əlim üzərində dırnaq proseduru heç vaxt etdirməmişəm də. Belə nəzərə alın bunların hamısını. Və bu dırnağımda həmçinin qırılma olmur. Mən də ümumiyyətlə deyim ki, qırılma olur. Qırılma olmur, qopma olmur, atma olmur, şükür Allaha. Yəni bu hallarla rastlaşmamışam. Heç bir etdiyim dırnaqda da olmuyor. Bu isə son etdiyim dırnaqlardadır. Bu mənim böyük bacımın dırnağıdır. Dostlar, deyim ki, bu dırnaq çox mənim üçün çətin olan bir dırnaqdır. Çünki indi belə biraz normal görsənə bilər, amma mənim bacımın dırnağı hədsiz nazik idi. Dırnaq əti hədsiz nazik idi və dırnağın özünün ətinin kənarları çıxıq-çıxıqdır da. Yəni onu düzəltmək. Sonra bacımın dırnaq ətinə əl vuran kimi onu ağrıdır. Çox belə, necə deyim, həm də dırnağın özü çox formasız dırnaqdır. Yəni onun əlini düzəltmək mənim üçün ümumiyyətlə çox çətindir. Çünki həm əti ağrıdır, mən dırnağının kutikulasını tam təmizləyə bilmirəm də. Dərisi çox incədir. Dərisini çox ağrıdır. Dırnağını biraz pilkalamaq olmur, təmizləmək olmur. Dırnağı ağrıyır. Həm dırnağın özü belə çox formasızdır. Ona görə mənim üçün çox çətinliklə başa gəlir də. O dırnaq üstündə çox işləməli olurum. Bu isə mənim bacımın dırnağıdır. Digər bacımın dırnağıdır. Bu ideal mənə görə alınıb. İndiyə qədər etdiyim məncə ən gözəl dırnaq olub bu. Hətta şəkildə biraz belə düşüb, amma orijinalda ümumiyyətlə çox gözəl alınıb, çox gözəldir. Dırnağın kənarında axma yoxdur, kutikulanı tam təmizləmişəm. Yəni kutikulanı təmizləməyi də öyrənirəm. Mən biraz solaxayam deyə mən də belə çətinlik çəkirəm.
Hə, onu da bunu da tam, yəni bu bacımın dırnaq əsti rahat dırnaqdır. Çünki dırnağın özü möhkəmdir, həm dırnağın özünün forması var. Yəni mənim üçün biraz rahat başa gələn əllərdən biridir, amma yəni çox mənə elə gəlir ki, çox bəlkə də biraz necə deyim, professionala yaxın bəlkə də dırnaq oldu bu mənim üçün. Çox bəyəndim bu dırnağı. Özü də bəyəndi. Hətta iş yoldaşları demişdi ki, yəni bu dırnağı kim eləyibsə çox professional görünür də, peşəkar görünür. Mənim anamın dırnağıdır. Ya bu dırnağı da necə eləmişəm bir Allah bilir. Yəni yataqda yerindən durmurdu ki, mən bir saat stolda otura bilmərəm falan filan yerində. Üzərində gel yoxdur, sadəcə bir qat gel sürtmüşəm və üstünə lak sürtmüşəm. Gel, rəngli gel sürmüşəm. Bəyaz gel, sonra digərindən lak sürtmüşəm üstündən. Belə. Daha sonra isə bu isə mənim öz dırnağımda son etdiyim, hal-hazırda da əlimdə olan dırnaqdır. Bu da o digər, o yaşıl firuzəyə olan dırnaq kimi mənə gəlir. İdeala yaxın dırnaqdır. Düzdür, yenə deyirəm, biraz səhvlər təbii ki ola bilər, amma yavaş-yavaş öyrənirəm. Siz də baxın, rəy bildirin, görün, bəyənəcəksinizmi? Ümumiyyətlə, ilk dəfələr üçün necədir dırnağım? Bəyənirsinizmi? Necə görünür? Bu da elə mənim yenə dırnağımdır. Maksimum dərəcədə yenə kutikula təmiz saxlamışam. Təmizləmişəm dırnaq ətini, kənarlarını, apex formasını çalışmışam ki, düzgün yerləşdirim. Belə bu şəkildə dostlar, videonu izləyin, dəstək olun, rəy bildirin. Nə sualınız olsa yazın, iradınız olsa bildirin. Mənə çox xoşdur dinləmək. Belə, hələlik.